Türkiyə Şimali Kipr Türk Respublikasına F-16 qırıcıları göndərib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri artıq Şimali Kiprə yerləşdirilib. Ankara bunu Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqələndirir. Türkiyə, İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında bugün 10-cu gününə daxil olan müharibə və bu müharibənin fonunda geniş bir coğrafiyada yaranmış vəziyyətlə əlaqədar olaraq həm öz ərazisi, həm də Şimali Kipr Türk Respublikası ilə bağlı təhlükəsizlik tədbirlərini artırır. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısının Şimali Kipr Türk Respublikasına göndərilməsi də məhz bu çərçivədə atılan addım kimi qiymətləndirilir. Türkiyənin Milli Müdafiə Nazirliyi Şimali Kipr Türk Respublikası ilə bağlı mərhələli tədbirlərdən ibarət planın hazırladığını açıqlamışdı. Həm Türkiyə, həm də Şimali Kipirdəki hərbi ekspertlər bu addımı adada hərbi balansın bərpası baxımından mühüm hadisə kimi qiymətləndirirlər. Belə ki, ötən həftə Fransa, İspaniya, İtaliya, Almaniya, Yunanistan kimi dövlətlər Cənubi Kiprin ərazi sularına hərbi gəmilər göndəriblər. Həmçinin Yunanistan və Fransaya məxsus 6 qırıcı Cənubi Kiprdə yerləşdirilib. Məhz bu hadisələr Türkiyəni də cavab addımı atmağa vadar edib. Bugün İran və ətrafında baş verən hadisələr yenidən Ankaranın gündəmində olacaq. Belə ki, Prezident Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçiriləcək və bu toplantıda da İran və ətraf bölgədə baş verən proseslərlə bağlı məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.